gündür işe gedirəm və sonra balnişniyə çıxacağam. Yorğunum, bir makyaj eləmədim, gedib işdə eləyəcəm. İnşallah balnişniyə yox, daha doğrusu öz hesabına çıxıram. Öz hesabı ilə balnişniyə qatıb bir-birini İstirahat edəndən sonra bir gözəl videolar çəkəcəm, gəlin görəsiniz inşallah. Hava saat o qədər qəşəngdir. Yəni fikirləşirəm ki, gərək saat 11-ə qədər adam çöldə qala. İnşallah sağlıq olsun. Görüm evdə qalanda bəlkə saat 6-da 7-də durub düşdüm dənizə. Sonra da toğru olsun, neysə bir aktivite olsun deyə belə gəzinti falan elədim bəlkə. Belə, siz nə edirsiniz, nə işləyirsiniz? Vəziyyətiniz, halınız. Evdəsiz, işdəsiz, nə işləyirsiniz? Sonuncu günorta yeməyimdir, qızlarla gəlmişəm. Sonra məzuniyyətdə olacağım. Siyoda getdi bir aydan sonra inşallah. Gəlmişəm ki, istirahətə getməmiş dırnaqlarımı da düzəldim. Çünki gedəndən sonra heç həvəsim olmur ki, iş tərəflərə bir də fırlanım. Yaz dırnaqları eləyirəm çünki havalar isti keçir, bilirsiniz. İndi yazın dəyərini bilmək lazımdır. Ona görə də dırnaqlarımızı yaz dırnaqları edəcəyik. Onu da deyim ki, sizi özümlə birlikdə Nabrana aparacağım. Bu videonun sonuna qədər izləməyinizi təklif edirəm çünki çox maraqlı olacaq. Əgər kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı unutmayın. Çünki gələn həftə sizin üçün hədiyyəli bir post paylaşacağım. Çıxıram qızlar. Tam hazıram. Bütün əşyalarımı demək olar götürmüşəm. Nələr götürmüşəm, onu da sizin üçün paylaşacağım. Buradan çıxanda vaxtım olmadı çünki evdəkilər sağ olsun ancaq özlərini götürüb gedilər. Mən də bütün hər şeyi yığa qalmışam. Birimdə yara var, ona görə biraz pətay kimi danışıram. Belə, gedək görək nələr var, nələr yox. Nələr almışıq, onları göstərim sizə. Torul bəyə bir dənə fanta. Sonra özümə bir dənə belə bir su almışam. Həyat yoldaşım özünə təbii qidalanmaq xatirinə bir dənə belə bir su alıb. Bir ədəd böyük salfetka, bu bizə ehtiyacdır. Və bir ədəd də nəm salfetka. Çünki töküşdürəcəyimizə 90% əminik. Bir dənə də Torul bəylə də tipsi var. Böyük tipsidir, yiyəcəyik yol boyu. Və yolumuz uzundur. Dayanmışıq benzinlərdə arkadaşlar. Doğru, necə gedir? Yaxşı gedir yol. Təzə çıxmışıq əslində yola. Torul bəy çipsini demək olar qutarır. O da çipsi. Hə, qalsın. Quba yolundakı dayanacaqdır. Fərqdir belə. Biz düz Qubaya getmirik, amma o yoldakı dayanacaqdır. Kişilərin bu maşınlarının qədrini bilməyini olmayada, yəni hər dəfə gedəndə ödənişli yolla getməyə elə bil məcburuq. Nə var, maşın biraz tullanıb düşəcək, onun dərdindən deyir elə gəl ödənişli yolla gedək, rahat gedək. Yolda da qoşmuşuq 1-2 maraqlı kinolar, dediyi heç olmasa gedib çatınca ürəyimiz sıxılmasın, adama yol biraz sıxıcı olur. Sizə verdiyi 2 dəqiqəlik yolun çox ötəri elədi. Pullu yolda hal-hazırda Xaçmaz yoldur. Yolumuz hələ 1 saata yaxın qalıbdır. Babat yorulmuşam. Əvvəl yorulmamışım, indi yorulmuşam. 1 saat. Mənim şirin balamdır. Keçən yollar. Göstərdi məni. Xaçmazda Nabrana, yəni qiymət bu qədər yazır ödənişli yolda. Hazırda biz çıxırıq. Havada dəhşət istidir. Sonunda çatmağımıza çox az qalıbdır. Artıq yaşıllığı görə bilirik. Həqiqətən də insan yaşıllığı görəndə sevinirmiş. Mən sevinirəm. Siz bəs necə? Sevirsiniz yaşıllığı? Aksionka eləmişik. Aksionka elədiyimiz yerdə belə balıqlar var. Görün nə gözəldir. Ünvanı deyərəm sizə hardadır. Xaçmaz yoludur bura. Restoranın adı Sərin Bulaqdır deyəsən. Böyle bir şey olmalıdır. Çok qəşəng yerdir. Qırım onu. Belə çarpadım görüm gələcək ya. Bir suyun içində var, götür. Qorxursan? Yox, çiyidir. Bir qəşəng sərin, təmiz havalı yerdir. Adam ürəyi gedir.
Biz də çay zakaz eləmişik. Gedib oturub çay içəcəyik qızlar. Totum oradan qırma ürəyim, elə olmaz ömrüm. O böyük ağacdır. Gecə mən sənə çox verəcəm. Gəl mən sənə verəcəm. Qorxma, get. Yox, sınıqdır. Sınıqdır, gəl yuxarıdan keçək, gəl. Ayağımı tuttum, yolu çarpıldı. Gəl. Deməli, burada balıqlar belə fırlanır. ChatGPT-yə atdıq ki, bu niyə belədir? O bizə dedi ki, ya orada yemək var, ya da hava boşluğu var ki, o havanın başına fırlanırlar. Çay fasiləsindən dayanmışıq. Belə qəşəng çay zakaz eləmişik. Bu oğlan da yuxarı gəlmir. Həyətdə də belə qəşəng balıqlar var. Dayandığımız restoran Sərin Bulaq restoranıdır. Xaçmaz yolunun üzərində yerləşir və yaxınlıqda belə bir qatar keçir. Maraqlı mənzərədir. Buradan Moskvaya məsafə çox azdır. Əgər nə vaxtsa getmək fikriniz olsa, yəni buradan quru sərhəddi var ya yox bilmirəm, keçmək mümkündür. Yeni bir oyun kəşf eləmişik. Acaba kim bunu tutar 10 dəfə əlində o qazanır. Ama kazanmayan 2 şans var. Bir özlü eləyər də ana. Biraz qısa kəsdim, nə var? Avın eləyər. Aha. İndi başlayır. Özüm oyunu. Bir. Demək kaybettim. 2 3 4 düşdü. Təzdən. Burada все bəsdir. Təzdən. Bəs sana qurban. Təzdən sağ. Qaldı çatmağımıza inşallah fasilədə verdik. 7 dəqiqəyə çatırıq. İnşallah sağ-salamat çataq. Hava dönür. Hava nəsə demək istəyir. Deyir, niyə qalxıb oturmamısınız evinizdə? Mən bu hava ilə dalaşacağım axırda. Nədir qənimi mənə kəsdir, mən bilmirəm. Mən istəyirəm ki, Dərsi nədir? bu hava belə qalsın, yaxşı qalsın. İkincisi isə yağış yağmasın. Bəli, biz istəmirik yağış yağsın. Çünki yağış yağsa biz hovuza girə bilməyəcəyik. Boşu-boşuna pul vermiş olacaq. İnşallah hava yaxşı var. Ümumiyyətlə orada çıxmadı. Axşama qədər orada olur. Gəldik, çatdıq. Belə ümumi mənzərəsini hər iki çəkirəm. Sabah daha yaxşı çəkəcəm. Bu qəşəngdir, yəni. Balaca kotejlərdir. İçərisi də sərqəldir. Qəşəng görsün. Düzü söyləyəcəksin. Vallahi tez yemsəyi canım. Sonunda gəldik, çıxdıq. Belə qəşəng hovuzumuz var. İndi birazdan düşüb həm yemək yeyəcəyik, həm də ovuza çiməcəyik. Ümumi vəziyyət yaxşıdır, məncə səliqəli yerdir. Təmiz yerdir. Belə deyim də, insandan insana dəyişir. Məsələn, bu dünyayı biz çox rasxod eləmədən dincəlməyi seçmişik. Hə, çöldə yeyəcək. Ümumi, yəni belə səliqəli yerdir. Burada bir nəfər üçün adam başı 60 manatdır. Bir dənə pasiya dəyişəcəklər. Adam başı 60 manatdır. Başı 60 manatdır. Uşaqdakı yarı qiymətdə 6 yaşına qədər olan uşaqlar üçün, 5 yaşına qədər olanlar üçün pulsuz, 5 yaşından sonra üçün isə ödənişləndir. Belə dəsmalları falan da var. Biz bura 150 manat ödəmişik bir gecəsinə. İdeal deyil, nə yalan deyim. Amma 3 dəfə qidalanma daxil içərisinə, ona görə yaxşıdır məncə. Yəni 3 dəfə qidalanma ilə bundan münasib qiymətə heç yer yoxdur. Biz də bir günlük gəldiyimizə görə fikirləşdik ki, yaxşısı budur. İndi isə açaq bizə lazım olan əşyaları yerində yerləşdirək. Get götüründə, soruş kimdə sonra. Kimdə? Və gəldik axırki yemək yerinə. Hava istidir, inanın ki, ən yaxşısı ilə çöl atmaqdır özünü. Gedək yemək yeyək. Gəldik, çıxdıq axırki nahar yeməyindəyik, günorta yeməyində. Belə süfrəmiz boldur, qəşəngdir. Mənzərəmiz də ağaclıq. Doğru bəy necə gedir? Yaxşıdır. Atın bir də orada Burada mı var?
maraqlı yola çıxmışıq hal-hazırda. Gedirik, burada gizli bir cənnət var deyirlər, oranı kəşf eləməyə. Bizim qaldığımız otelin düz arxasındadır. Burada bir dənə yer var. Orada belə dərədir, su axır, nə bilim, insanlar gəlib burada simir eləyir. İndi ora gedirik. Gedirik, oranı tapaq. Bura Xaçmazlı Nabrandır. Çox qəşəng yerdir, meşəlik. Azmaq olar burada falan. Quşların səsini, cırcıramaların səsini işitirsiniz. Əsl meşədir. Səsə bax, insanın ruhunu sakitləşdirir. Bugün ayın 1-idir. Avqust ayıdır və 2026-cı ildir. Xatirə olsun deyə bunu da deyirəm. Gələcəkdə öz videolarıma baxanda bilim ki, bu videonu nə vaxt çəkmişəm. Bəli. Gəzintidəyik hazırda. Meşədəyik. Belə. Bura Quba Xaçmaz. Quba Xaçmaz nə deyir? Xaçmaz, Nabran. Həmin o məşhur yerə gördüyünüz kimi burada səndəbə restoran kimiymiş. İstirahət eləməyə yerlər var. Ya orada da inəklər var, inəklər. Təbiət qoynunda gözəl bir gündən sizləri salamlayıram. Uş, ayağıma düzü batdı. Düzü batdı, çöp batdı, nə batdı bilmədim heç. Hara gedirsən, urayım? Düz gəlmədik. Bu tərəfdən də keçmiyorum. Düz gəlməmişik deyəsən. Otlar nədir görsən. Nanədən zatdan olsaydı qırıb aparardım elə. Çox qəşəng yerdir. Adı nədir bilmirəm. Öyrənə bilsəm bu canın axırına belə deyəcəm. Amma belə süper yerdir. Maşın da çoxdur, maraqlıdır. Həmin o Tarzanka deyiləm, məşhur yerə gəldik. Seçlidir yəni, o qədər də yaxşı yerdir. Adı Tarzankadır. Çox da kişilərdir yəni. Babasını suya salır. Hani? Başka suyuna de al. Suya düşmüyor, ayağımızda zor oldu. Kamera Akşam yeməyimizdir. Belə həftəlikdə bir şeydir. İçində ət də var, bazı küftələr var. Salat, su və ciyar qovurması. Bu da toğul. Gitme. Yavaş. Sen de ye. Gözlük değil. Ay tutum. Bu da benim çayım. Bu istidə pişə-pişdə hovuz kənarında çay. Və sonunda gedirik. Güzgümüzün süləkəldi. Böyle biz gələndə belə biz eləməmişik yəni. Açığı silmək də istəmədim. Xatım olmadı sən Allah kim deyə buranın. Otelin gözlüsünü silməyim qalıb bir dənə. Ona görə silmədim. Belə qızlar, saçlarım biraz yıpranmış. Buna biraz maska falan lazımdır. Görüm, qəşəng maska tapsam. Bəlkə tabirlikdən vurdum. Gidiyoruz. Otağı ümumi yığışdırmışam. Zirzibillər falan yoxdur ortalıqda. Əsas məsələ yorğun döşək falan. Onları da ortalığa qoymuşam. Belə pis deyil, sərgərdim. Bizim evdən çıxanlar bizim evi elə bir hala qoyub çıxırlar ki, mən amma sərgiyə salmışam. Bunlar belə, buralar belə. Burada bir sərgərdir. Hər şey düz yerində. Ay saçlarım maşallah, maşallah. 5-ci sonu boy qız. Əsl belə güzel saçlar olmuşlar.
Neyse gedək. Hava çox qəşəngdir. Ləzzətli hava var. Gedək maşallah bu günümüzə. Bu günümüzü belə ötürdük. İndi isə gedik. Yəqin ki, biraz gəzəcəyik. Ondan sonra da inşallah evə. Qaydanda belə bir praktikada elədik ki, telefondan qıraqdan çəkək. Toğrul elə qorxurdu ki, üzünə də baxanda bilinir ki, heç xoşbəxt deyil. Deyir ki, telefon bu dəqiqə düşəcək yerə. Çox narahat olmuşdu. Qaydanda gəldik keçən dəfəki restorana. Çünki burada balıqları tutub belə göldən yemək olur. Soğuk tutmuşlar. Soğuk. Ne yıkadı ne balığı. O da orada var ya, bak. Üzülürler, görsün. O tarafa geçsin. Suyun altında kalıyor. Abi sen kalktı. Gel. İki tanesini tutarsınız, tamam mı? Yine kaçıyor. Hoppa. Kafede o değil mi? Birisi bununla geldi. Oy Allah. Bitti konuda. Ay Allah, bizim insafsızlıq son nöqtədədir. Qorxma, nə qurban? Gəlmişik, yeməyimizi gözləyirik. 2 dənə balıq tutduq. Qızardıb gətirirlər. Parel. Dadlıdır, qəşəng. Yani kuyruğunu koydum kabaklı ye. Quyruğun qoyma, quyruğu qəşəng olmuş gözlə. Sonunda balığımız gəldi. Dadlı görünür. Baba kalkandılar. Özümüz yemişin də balığı yedirik ki, köşəsini. Baba. Yetti. Gördün. Ama bir, iki. Ay hadi ben de götürsen götür. Gelen gelin götürün. Kaçtı, getirme. Tutu bəs sana qurban, olmaz da. Son qədər bir şey qızlar, buradakı qiymətlərə baxaq. 1.40. Marketdə də bu qiymətdə. 2 manat 10 qəpik. Adipdə 95 qəpik. Adipton qiymətində qaldıra Bildim. 2. Bir şey. 1.59. Ankara kuzu daha ucuz. Yax, 11.50. Bura Xaçmaz yolundakı marketdir. Ver ana bak. Bundan supdan olur, sup içi. Sup içərsən. Ürəyim, gəl əlindəkini götürməyək. Gəl, burada şey var, ondan götür. Fındıq yeyirsən, fındıq götürək. Fındıq. Qızlar, gəldim, çıxdım evə. Şükür Allaha. Elə yorulmuşum, nasib ki. 10 gündə işləyirəm o dərəcədə. Bütün yol stresindən keçir istər-istəməzdə. Etmə, qaçma, nə bilim, yavaş sür deyə gəldiyim üçün belə yorğun oluram. Amma normalda isə dincəlmişik, yaxşı dincəlmişik. Bu töşənləri yığmağı fikirləşirəm. Burada bir torbam var, bunu yığışdıracağım. Bu oğlan öz amplasındadır. Sonra burada paltarlarım var, yığılmalıdır. Çünki gedəndə asmışdım ki, qurusun, təmiz, qəşəng olsun. Gələndə onları yığım, təmizləyim. Yerinə sonra bunlar ipdən artıq yığdıqlarımdır. Başqa nə göstərim sizə qızlar? Mənim minnoş qızım yemək yeməyib normalini. Bu isə qapımızın ağzıdır hal-hazırda. Bunlar ümumiyyətlə yaşdır. Sonra oradakı da çirklidir. O birisi klubda da deyəsən çirkləri olmalıdır. Sonra evimizdəki son halı belədir. İndi bacımız telefonu qoyub buraları yığışdıracaq. Və sonra təmiz halı ilə bir də video çəkəcək. Bu da mənim karqomdur. Gəlib o gündən açmamışam. Çünki o gəldi, biz getdik. Vaxt olmadı video çəkməyə. İstirahətin ən sevmədiyim tərəfi bu tör-töküntü yığmaqdır. Yasak. Adam istəyir özündən bir kopya da olsun. Yasak. Bu işləri görsün. Yasak. İcazə verin ona qurban keçim. Yasak. Zayetka Muxtarı, telefonu Zayetka. Seviyorsun. Sevirəm. Yol ver. Aferin sana. Balam da balıq verir. Deyə bir ki, balıq satan daydanın yanında oturub bütün günü. Yəni bu dərəcədə iylənməyi də nətər bacardı bilmirəm. Hovuzdan çıxanda çimizləyirdim ki, Mamalara götürmüşəm. balıqlara yemək verirdi.
Birisini də əlimi dişləyib, sarısından birisi. Üstümə də sən... Olmuşam bacı. Elədiklərindən danışır, ay bacı. Şah əsərlərindən danışır. Mən balıqlarla üzmüşəm. Elə bir balıqlarını üzüb gəlmirsən, tüm balığı yeyirsən. İyilənmiş balıq iyisi verirsən qadana. Yiyəmiş balıq. Şükür telefonumuzu qoyasaydı ki, Birazdan içində də tontiş balığı olacaq. Tontiş balıq da olur. Ət çıxartdım, söylədim, altına qab qoyum. Bu çaynik da atılmalıdır. Həm içi dağ olub, həm də ki, üstü məngic qoyur. Elə bir çaynik almaq istəyirəm ki, həm içi belə dağılmasın, görsün ötüncədir ki. Həm də üstü az ləkə götürsün, bezirəm. Bir dənə şey pişirirəm, bütün ləkələri qalır üstündə. Elə gəlmişik, ondan almışıq. Və 1 manat 50 qəpiyə almadı, bilmirəm, burada qiymətlər, bazarda qiymətlər nədir? 1 manat 50 qəpiyə şaftalı. Sonra bir dənə su almışam. Qapımızın cızıltısına bax. Bir dənə süd almışam. Sonra bir dənə qarpız almışam. Bir də torlu bəy özdən var. Hər gün deməli həyətə düşəndə mütləq neysə xərcim çıxmalıdır. Niyə belədir bacı? Evdə olmağın da pis tərifi var. Neysə xərcləyirsən. Bir dəqiqə heç durmursan, ancaq xərcləyirsən. Laskada git bakalım. Sonra da aparırıq bu gözəlçəni ikinci peyvəndə. Çünki peyvəndinin vaxtı idi. Üstündən də xeyli vaxt keçmişdi. Artıq gətirmək lazım idi. Həmişə apardığımız yerə yenidən apardıq. İkinci peyvəndi olundu. Ancaq birinci dəfəki kimi narahat olmadı. Hər şey yaxşı keçdi. Ümumi xüsusi diqqət tələb edən pişikdir. Ona görə biraz vaxt aparırıq. Doğru bəyənirsən? Kitabımız da geldi. Kavgadan uzaktıdır. Kalbakşardı çok. Kabinde şeydi, şakka karakteri. Aslan yaşadı. Aa, hemen gel. Və gəldik, çatdıq Novxanıya. Fanta almışıq. Çörək. Səhər tezdən olduğu üçün əslində çox da yemək istəmirdim. Amma ki, baxıram ki, yiyəcəm. Xeyli vaxt yiyəcəm özdə. Səsiqəli almışıq. Sonra çayla içməyə belə bir sevindəysin. Kruasanlı və yuxa. İndi isə Torul danışsın, görür Torul özünə nə aldırıb. Torul nə aldırmısan? Torul da özünə görürsünüz. Döşəkçi aldırıbdı səhər tezdəndən. Aldım bunu da şirin tapdı. Doldu. Və çox ləzzətli bir süfrə qurmağa çalışır. Canım həyat yoldaşım sağ olsun. Bu günləri bizə jest eləyibdi. Deyirsiniz evə girməyin, hər işi özüm görəcəm. Dedim baş üstə. Tək sən onu istə məndən. Allah köməyin olsun. Çayımızı, çörəyimizi, hər şeyimizi gətirib düzüb bura. Səsiqarımız da orada gözlür ki, manqalımıza közəmələ gəlsin. Bu bəydədaş da orada canı ilə əlləşir. O yuxa dəyəcək suya, sonra sulu yuxa yiyəsən, ana qurban. Və budur, hal-hazırda kömürümüz olmağa çalışır. Qatın bura ərisin. Saf et qatdan üstü. Əlindəki də bizi suya. Bağ vlogu sizin üçün davam edir hələ də qızlar. Həyat yoldaşım sağ olsun bildiyi üçün alıbdır. Bunu elə Novxanı yoldan almışıq. İnşallah dadı da görünüşləri qədər dadlı olar. Həyatım çox istiyordum o qadını. Gözüm su içmir, çox istiyorduysan. Ateş yapıyorsun sen.
Ata şefdir də, prosta arada bir işləyən şefdir, hər gün işləmir. Ki, hörmətli olsun, hər gün işləyəndə adam hörmətli olmur. Bir əllərini tökür. Şef əllərinlə elə duz tökür. Ne oldu? Toğrul. Toğrul. Ne oldu? Yavaş oynayın, birbirinizi incitmeyin.